Rənglərin söhbəti. Bir gün rənglər çəmənlikdə toplaşıb mübahisə edirdilər. Onlar kim daha vacibdir deyə müzakirə apardılar. Qırmızı dedi: "Rənglərin ən gözəli mənəm. Mən çiçəklərin, meyvələrin rəngiyəm." Yaşıl rəng dilləndi: "Rənglərin ən gözəli mənəm. Mən çəmənləri, ağacları, yarpaqları bəzəyirəm." Mavi rəng söhbətə başladı: "Mən səmanın, dənizin rəngiyəm. İnsanlara sakitlik və rahatlıq verirəm." Şirin çəhrayı söhbətə qarışdı: "Mən çəhrayı şarların, çəhrayı dovşanın rəngiyəm. Rənglərin ən sevimlisi mənəm." Narıncı dilləndi: "Mən isə ətirli meyvələrin rəngiyəm. Unutmayın ki, portağal və yerkökünü sevdirən mənəm." Bənövşəyi söhbətə başladı: "Meyvələrin ən şirini olan üzümü gözəlləşdirən mənəm. Rənglərin ən faydalısı mənəm." Sarı isti səslə dilləndi: "Mən bu dünyanı isidən günəşin rəngiyəm. Günəş olmasa soyuqdan hamınız donarsınız." Birdən qocaman bulud səmadan dilləndi: "Niyə dava edirsiniz? Hər birinizin öz gözəlliyi var. Siz olmasanız göy qurşağı gözəl görünməz. Gəlin gedək, birlikdə göy üzünü bəzəyin." Əziz dostlar, kanala abone olun. Videoyu bəyənin və paylaşın.